Salam, hörmətli izləyicilər. Bugün Şəhidin Səsi proqramı Vətən uğrunda canından keçmiş igid qəhrəmanımız Əhmədzadə Rüfət Əbülfət oğlunun həyat və qəhrəmanlıq yoluna işıq salacaq. Rüfət yalnız bir ailənin deyil, ümumilikdə vətənimizin qəhrəman igidlərindən biridir. Onun adı gələcək nəsillər üçün örnək olacaq. İndi gəlin Rüfət haqqında hazırladığımız video çarxa baxaq. Daha sonra yaxınlarının xatirəsində qalmış xoş hadisələri dinləyək. Əhmədzadə Rüfət Əbülfət oğlu 2001-ci il oktyabrın 15-də Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər 31 saylı orta məktəbdə təhsil almışdır. Bir il Kastamonu Universitetində təhsil almışdır. 2019-cu il oktyabrın 23-də Azərbaycan ordusunda xidmətə başlamışdır. Azərbaycan ordusunun əskəri olan Rüfət Əhmədzadə 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Tərtər və Suqovuşan istiqamətlərində döyüşmüşdür. 29 sentyabrda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. 1 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Əhmədzadə Rüfət ölümündən sonra Vətən uğrunda, igidliyə görə və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edildi. Salam, zəhmət olmasa özünüzü təqdim edin və bizə Rüfətin uşaqlıq xatirələrindən danışa bilərsinizmi? Xoş gəlmisiniz əvvəla. Mən Əhmədova Ruhiyyə Camal qızı, şəhid Rüfət Əhmədzadənin anasıyam. Rüfət haqqında bu isti havalarda gəldiyinizə görə öncəliklə təşəkkür edirəm sizə. Rüfət əskər idi, quru qoşunlarda xidmət edirdi. Şəhid olanda artıq bir ilin əskəri idi. Oğlum əskərlik öncəsi Türkiyədə Kastamonu Universitetində təhsil alırdı və bir ilin tamamında o geri döndü və belə bir anidən dedi ki, ana, bəlkə mən əskər gedim. Sonra dedi, universitet oxuyuram. Onsuz da biliyim başımdadır da, yəni nə bacarsam burada da bacaracam, yəni. Təbii ki, etiraz eləmədim. Çünki etiraz eləmək üçün mənim şansım yox idi. O oradan geri qayıtmışdı artıq. Və Rüfət Tərtər-Ağdərə istiqamətində Suqovuşanda şəhid olubdu. Rüfətdən öncə biz ailə başçımızı itirdik. Atasını 2 ay yarım mən müharibə öncəsi orada hərbi hissədə şərait yaradılırdı. Əskərləri ailələri ilə halallaşmağa, sonuncu dəfədə bəlkə səslərini eşitməyə və Rüfət hər gün demək olar zəng elirdi bizə. Düzü qorxurdum ki, ağzımdan qaçıraram, yəni atasının ölüm xəbərini. Belə bir sual verdi mənə ki, ana, ata məndən inciyib, mənə niyə zəng eləmir? Dedim, yox, ata səndən inciməyibdir. Ata Rusiyadadır, burada güya işləri alınmır, o Rusiyaya gedibdir qazanc üçün. Təbii ki, yalan idi bu. Və Rüfət başqa bir dünya idi. Oğlumdur deyə demirəm. Dəvətlilər arasında məktəbin müəllimləri var, yəqin ki, bu barədə danışacaqlar. Çox səmimi, mehriban, istiqanlı, həqiqətən. Ümumiyyətlə, heç xoşlamazdı. Qadın ağlasın, qadınlar əzab çəksin. Ümumiyyətlə, qəlblərinə bir kimsə toxunsun. Hətta bir məsələni danışacağım sizə. Siniflərində 2
xanım olur. Biri Rüfətin parta yoldaşıdır, digəri isə tək oturur. 8 mart ərəfəsi Rüfət məndən xahiş elədi ki, ana hədiyyə almaq lazımdır xanımlara. Və mənə dedi, ana 2 dənə alarsan hədiyyə. Dedim, əlbəttə alaram 2 dənə hədiyyə sənə. Hədiyyəni verib, gəlib. Mən də təbii ki, iş adamıydım. Yəni, Sumqayıt Dövlət Universitetində işləyirdim. Saat 6-ya qədər işdə olurduq. Sonra ev qayğıları və əlavə suallar verməyə vaxtım yox idi də. Yəni, ancaq bilirsiniz də, analar adətən mətbəxə keçir işdən sonra bir mənalı. Və Rüfət gəlib mətbəxə mənə deyir, ana sən niyə soruşmursan, mən ikinci hədiyyəni kimi almışdım? Dedim, istəsən deyə bilərsən, yəni. Dedim, mən Səbişə almışdım. Səbiş parta yoldaşı yoxdur. Mən də düşündüm ki, hamı evə hədiyyə aparacaq, Səbinə nə aparacaq əlində evə hədiyyə. Və mən bir ana kimi vallahi elə həmişə də fəxr eləyirdim ki, uzağı fikirləşir. Yəni, düşünür nə baş verəcək, necə baş verəcək. Rüfətin uşaqlıq arzuları və gələcək planları haqqında bizə nələr deyə bilərsiniz? Deməli, Rüfətin maraq dairəsi çox geniş idi, həqiqətən. Rüfət foto çəkməyi çox sevirdi. Yəni, mən indi irəliləyən dəqiqələrdə sizə göstərəcəm onun çəkdiyi fotoları. Siz onun bir balaca daxili dünyası ilə yaxından tanış olasınız. BMW klubun üzvü idi. Bilmirəm, maşınları da çox sevirdi. Təbiət vurğunu idi. Hətta həyətimizdə bir tut ağacı da əkib, artıq bar verir tut ağacı. Mən çox şadam ki, bu gün ondan uşaqlar bəhrələnirlər. Hətta özüm belə təşəbbüs göstərirəm ki, tutu çırpaq uşaqlar yesin. Balamdan yadigar qalan ağacdır. Onun arzusu Amerikaya getmək idi. Ümumiyyətlə, indiki nəslin ümumi marağını götürsək, onlar düzdür, biraz erkən daha başlamışdılar. Arzular, Amerika, nə bilim, oranın mədəniyyəti ilə maraqlanırdı, ümumiyyətlə, əhali ilə maraqlanırdı, dostları var idi, sosial şəbəkə üzərindən artıq dostları var idi və bir məqamı demək istəyirəm. Rüfət bura gələn turistləri həmişə aparırdı, gəzdirirdi şəhərimizdə, Bakıda gəzdirirdi. Yəni, ingilis dilisi çox mükəmməl idi Rüfətin. Bir gün o şəhid olandan sonra ingilis yoldaşlardan biri yazır və deyirlər ki, belə yazılır orada, hi bro, how are you? Belə. Və bacım ağlaya-ağlaya məni yığır ki, çünki mənim oğlumun telefonu mənim bacımdaydı şəhid olandan sonra. Bunun da bir özəl səbəbi var. Və mənə ağlaya-ağlaya yığdı ki, bəs Rüfətin telefonundan mesaj gəlibdi ingilis dilində. Dedim, yönləndir mənə. Və baxdım ki, həmin yoldaşla birbaşa videolar var. Interlink deyilən bir ingilis dil mərkəzimiz var Sumqayıt şəhərində. Orada onlar bir partidə idilər bir yerdə. O video xatirə olaraq nə yaxşı ki var. Yəni, mən onu sizə göstərərəm inşallah. Mən xarici dil müəlliməsiyəm, düz ixtisasım alman dilidir, amma ingilis dilində bir balaca bilirəm öz səviyyəmdə. Və mən ona ingilis dilində yazdım ki, artıq o həyatda deyil. Və təbii ki, Şəhidlər Xiyabanından olan bir şəkili atdım. Çox heyfsləndi. Yəni, onlar hər yay bura gəlməli idi. Danışılmışdı ki, hər yay gələcəklər, Rüfətlə görüşəcəklər. Sadəcə fotolar xatirə qaldı o yoldaşlardan. Ona görə deyirəm ki, Rüfətin ümumiyyətlə maraq dairəsi çox geniş idi. Yəni, bəlkə də o, indi mən deyəcəm uşaqlara, bir musiqi janrı var. Düzü adını o qədər də yaxşı bilmirəm. O, hər insanın məharəti deyil. Yəni, bu bizdə yoxdur. İnşallah ki, yəqin ki, gələcək bizə nə zamansa, bəlkə də Rüfət onu gətirə bilərdi ölkəmizə. Mədəniyyətimizə bir faydası dəyə bilərdi. Bunu onun yaxın dostları da bilir. Nə bilim, vallahi, düşünürəm ki, onu heç kim bacarmazdı da. Hətta özüm belə məhtəl qalardım ki, sən o səsləri necə çıxara bilirsən, yəni ki. Rüfətin yadınızda qalan hər hansısa bir dəyərli, əziz xatirəsi varmı? Ümumiyyətlə, Rüfətin xatirələri, baxmayaraq ki, 19 yaşında torpağa tapşırılıbdır, Rüfətin xatirələri həddindən artıq çoxdur.
Və mənim heç yadımdan çıxmaz, Balaca uşaqlar cizgi filminə baxanda mənim oğlum xəbərlər proqramına baxırdı. İnanın, Heydər Əliyevin xarici səfərlərinə baxırdı. Heç unutmaram. Yəni tətil vaxtı təbii ki, tarixi hadisələrlə bağlı tətillərdə Rüfətin baxdığı kinoların adını sadalayacağam sadəcə. Fəryad filmi, Ağatlı Oğlan və Ağatlı Oğlan filmindən o qədər təsirlənmişdi ki, mənə sual verirdi ki, ana, bu reallıqda mümkündürmü, yəni? Az yaşlı bir uşaq əskəri xidmətə gedə bilərmi? Mən dəhşətə gəlirdim ki, misal üçün, İnsanlar, indi bilirsiniz də, sosial şəbəkələr var. Yəni, YouTube-dan başqa-başqa filmlərə baxmaq olardı, mahnıları izləmək olardı, qulaq asmaq olardı. Kitab oxumağı, misal üçün, çox sevirdi, həddindən artıq çox sevirdi. Bir kitabı var, Elxan Elatlı'nın Qisas gecəsidirmi, günüdürmü? Hə, Qisas gecəsi. Bax, o kitabın 64-cü səhifəsində qalıbdır. Bir maraqlı məqamı da deyim sizə. Rüfət elə 640 yüksəkliyində şəhid olubdur. O kitabda bax oradaca vərəqin qatlayıb qoyubdur. Evdə də həmin kitab. Və nəyi demək istəyirəm Rüfət haqqında? Mən bir ilin tamamında bax o xatirəsi mənə daha çox əzizdir və bir müəllimə kimi, bir ana kimi çox fəxr edirəm ki, əskərin gündəliyi olur, balaca dəftərçələr. O dəftərçənin birində Rüfət ingilis dilində yazıbdır ki, qoy bütün dünya bilsin, mən evimə qayıtdım. Və mən bunu Rüfətin hansı ki, oxuduğu Yusif Məmmədəliyev adına 31 saylı məktəbdən olan xatirə fotosu var. Əlində Azərbaycan bayrağı, çox belə məğrur da tutub bayrağı. O sözü də bloknotdan olduğu kimi fotosunu pərçimləmişəm həmin şəkilə və Yazıçılar Birliyinin sədri Çingiz Abdullayevə hədiyyə eləmişəm. Kitab sərgisi var idi burada bizdə, Sumqayıtda hər il keçirilir demək olar. Orada mən onu hədiyyə elədim və ona da çox xoş oldu ki, 19 yaşlı bir əskərin vətəndaş mövqeyi. Yəni, təbii ki, söhbət bizim evdən getmirdi. Onun hələ 6 ay var idi qabaqda. Və o orada Şuşaya işarə vurur. Və çox fəxr edirəm ki, ondan yadigar qalan tarixlər var. Dəftərçəsində yenə də qeyd edibdir. Xocalı soyqırımının tarixi haşiyə alınıbdır. Təqvimi bilirsiniz də, əskərlər özləri qeyd edirlər. Ümumiyyətlə, Azərbaycan 31 mart soyqırımı, xüsusi günlərimiz, ailə daxili günlərimiz, ad günlərimiz, onların hamısını dəftərində qeyd edibdir. Və mən oğluma deyirəm ki, haqqın halal eləsin. Bəxtiyar müəllim, Rüfətin hərbi xidmətə məsuliyyəti və yanaşması haqqında bizə nələr deyə bilərsiniz? Rüfət barədə ümumiyyətlə çox danışmaq bilərəm. Amma sizlərin də bildiyiniz kimi bu ümumiyyətlə tam orta məktəbdə hərbi dərslər, gənclərin çalışa qədər hazırlığı fəni ümumiyyətlə 10-cu, 11-ci siniflərdə tədris olunur. Şagirdlərdə ümumiyyətlə belə bir xüsusiyyət vardır. 9-cu sinifdən 10-cu sinifə keçəndə, yəni biz əsasən şagirdlər hərbi dərsi 10-cu, 11-ci sinifdə keçdiyimiz üçün aşağı sinifdəki uşaqların xarakterini, xüsusiyyətini bir o qədər də yaxşı bilmirik. Amma 9-cu sinifdən 10-cu sinifə keçəndə biz bunlarla tanış olduqca, hərbi dərsi bunlara aşladıqca, istər-istəməz əgər bir sinifdə 25-30 şagird varsa, o demirəm, bugünkü gündə Allah şükür görürük, bundan əvvəl də elə 1-ci Qarabağ müharibəsinin dövründə də biz görmüşük ki, bizim ümumiyyətlə gənclərimiz, ümumiyyətlə Azərbaycan xalqının gəncləri vətənpərvərdir, vətənpərvər ruhunu böyüyür. Amma buna baxmayaraq 25-30 nəfərin içində nətər hərb sənətinə daha çox meyilli olan uşaqlar, olan şagirdlər. Mən bir daha belə deyərəm ki, istər oğlan, istər qız fərq eləmir. Qızlarımız da var.
bir müddətdən sonra dərs keçdikcə bunu hiss edirsən. Sinifdə 25-30 nəfərin içində baxırsan ki, fərqli uşaqlar var, şagirdlərimiz var. Rüfət də bunlardan biri idi, birincisi idi. Bunlar 9-10 sinifə keçəndə necə dərs vaxtı, dərsdə müzakirələr vaxtı, görürdün sıra hazırlığı, atəş hazırlığı, taktiki hazırlıq. Bu dərsləri tədris edəndə hiss edirdim ki, bu uşaqda başqa bir sevgi var, başqa bir talant var. Tam səmimi deyirəm bunu. Elə olurdu ki, zəng vurulurdu, dərsimiz qutarırdı, gedirdi, Rüfət qalırdı. Müəllim, bu niyə belə oldu, niyə belə oldu, bunu necə demək olar? Silahlar haqqında sual verirdi, hansı ki, dərsimizə aid olmayan silahlar idi. İndi o atırdı, baxırdı, haradansa məlumat alırdı, gəlirdi, onun haqqında istəyirdi. Bir yerdə müzakirələr aparırdı. Bundan əlavə Rüfətdə hərbi oyunlarda, hərbi şahin oyunlarında, əvvəllər bildiyiniz kimi Sumqayıt şəhərində hərbi paradlar keçirilirdi. Çox böyük sevgi var idi. Yəni, bugünkü gündə mən çox heyfsilənirəm. Allah rəhmət eləsin. Məkanı nur olsun. Rüfət həqiqətən də bu vətənə layiqli bir oğuldu. Heç nə qorxmurdu, qorxmaz idi. Vətənini sevən, xalqını sevən, hamıya hörmətlə yanaşan. Və bayaq dediyim kimi Rüfət haqqında çox danışmaq olar. Hərbi şahin oyunlarında, paradda çox böyük fəxrlə, səylə iştirak edirdi. Həmişə çalışırdı, yoldaşlarına kömək edirdi. Bu, belə deyim də, bir başqa bacarıq var idi. Yəni, mən də bunu hiss edirdim, düşünürüm ki, bu onda olan digərlərinə nisbətən hər hansı bir istedaddan irəli gəlir, nə bilim, bacarıqdan irəli gəlir. Valla başqa bilmirəm necə deyim, söz tapıb deyəmirəm. Yəni, hər Rüfəti yada salanda, və Rüfət haqqında danışılarkən, şəxsən mən özüm hərbçiyəm, bu yollar keçmişəm. Biraz ağır gəlir. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugünkü gündə də çox sevinirəm ki, dəvət eləmişsiniz. Gəlmişəm, öz fikirlərimi bölüşdürəm. Və sonunda da bunu deyə bilərəm ki, həqiqətən də Rüfət 31 nömrəli tam orta məktəbin fəxridir. Biz fəxr edirik onunla ki, bizim belə bir oğlumuz var. Qorxmadan, çəkinmədən, vətən yolunda canını qurban edib, ən yüksək zirvələrə uzalıb. Allah rəhmət eləsin. Gənclərimizə Rüfətin həyatı və qəhrəmanlıqlarından hansı mesajı vermək istərdiniz? Mən ümumiyyətlə bu 44 günlük vətən müharibəsindən sonra belə bir qənaətə gəldim ki, çox gözəl sualdır gənclərimizə. Ümumiyyətlə, gənclərimiz hər zaman vətənpərvərlik ruhunda aşılanmalıdır, böyüməlidir. Və bunun da, mən deyim ki, bizim Cənab Ali Başkomandanımızın sayəsində, Cənab Ali Başkomandanımız, yəni bu 44 günlük vətən müharibəsində istər informasiya müharibəsi apardı jurnalistlərlə, istər bu bir tərəfdən gənclərimizi elə bir aşıladı ki, yəni mən bugünkü gündə indi çox təəssüf ki, biz ev şəraitindəyik. Bizim məktəbdə hərbi otaqda müəllim yoldaşlarımız burada oturub, müəllimlər. Onlar görüblər hərbi otağı. Mən deyirəm ki, Sumqayıt şəhərində bəlkə də yeganə hərbi otağıdır. Mən hərbi otağımı elə düzəltmişəm ki, yuxarıda şəhidlərin şəkillərini açmışam hamısını. Rüfətin şəkili orada birincidir. Vətənpərvərlik ruhunda gəncləri tək məktəbin öhdəsinə buraxmaq olmaz. Yəni, bu belə bir şeylər ailədən gələn bir şeydir, qandan gələn bir şeydir. Bu, ailədən başlayır. Bəli, əlbəttə ki, bugünkü gündə gənclərimizi hər bir valideyn, hər bir ana, hər bir ata onu aşılamalıdır, onu başa salmalıdır. Mən şəxsən bugünkü gündə elə özümdən misal çəkim, 2 qız övladım var, 2 qızı atasıyam.
Mən hər dəfə onlara, hər gün də olmasa, bir gündən bir, 2 gündən bir vətənpərvərlik haqqında, şəhidlərimiz haqqında danışıram. Vaxtım olduqca belə pis çıxmasın demək, yəni bizim borcumuz yeri gəlsə, daimi şəhidlərin yadımıza, həmişə gedək onları yad edək. Aparıram, şəhidlər xiyabanına gəzirəm, başa salıram. Balaca qızım məsəl üçün 2-ci sinifdə oxuyur, bir o qədər anlamır. Başa salıram ki, bir dəfə sual verir, bunlar kimdir? Bu bilmir. Bunlar kimdir, nəyə görə rəhmətə gedib, şəhid olub. Bəli, gənclər hər bir vaxt, hər bir zaman vətənpərvərlik haqqında məlumatlanmalıdır, maarifləndirməlidir. Bunun da bariz sübutu, bax, bizim bu 44 günlük vətən müharibəsi zamanı biz bunu gördük. Necə gördük? 30 ilə yaxın bizim torpaqlarımız işğal altında oldu. Fikir verirsinizmi? 30 il maarifləndirmə, təbliğatlar, istər güc strukturlar, orta məktəblər, müəllimlər, valideynlər, ağsaqqallar, 30 il ərzində bu gənclərimiz gör nə qədər maarifləndirmişdilər ki, 44 gün vətən müharibəsində görürdünüz, hərbi komissarlıqların qabağında gənclər, yaşı çatmayan gənclərimiz hücum çəkirdi komissarlığa ki, məni də apar, mən də getmək istəyirəm döyüşə, mən də qeyb vuruşmaq istəyirəm. Hərə öz üzərinə düşən payı, borcu qeyb ödəmək istəyir. Və bu da bunun nəticəsi idi ki, bizim gənclərimiz vətənpərvərlik ruhunda vətənə sevgini necə ürəklərinə sancmışdılar ki, 44 gün vətən müharibəsində Qarabağımızı azad elədik, torpağımıza qovuşduq. Necə deyərlər, Ali Baş Komandanımız dediyi kimi, Qarabağ Azərbaycandır və biz getdik Şuşamıza, Xan kəndimizə. Şəhidlərimizin, qazilərimizin hesabına, bax bu şəhidlərimizin, bir də Allahımızına rəhmət eləsin. Mənsura müəllimə, zəhmət olmasa bizə Rüfətin məktəbdəki davranışı və təhsili haqqında məlumat verərsiniz. Rüfət mənim yadımda necə qalıb, bax, yaddaşımda qaldığı kimi deyəcəm, şən, ümumiyyətlə, güləriz bir uşaq idi. Ümumiyyətlə, mən uşaqlara 8-9-da dərs deyirəm rəsm xətdən. Onlara da rəsm xətdən dərs deyirdim o vaxtda. Bir də gəldi, elə təzə başlayanda deyildi ki, siz mənim anama dərs demişsiniz. Fikirləşdim kimdir, sizə yadıma saldı, dedim, hə, tanıdım. Həmişə gəldi, müəllimə, anamdan sizə salam var, mən dedim, məndən də salam da. Mən ümumiyyətlə, öz şagirdlərimin böyle böyük çıxmasına üzr istəyirəm. Onların evlatlarına qarşı da münasibətim olduqca yaxşıdır, olduqca. Onları çox istəyirəm. Niyəsə? Rüfəti də onun kimi, ümumiyyətlə 31-in, nəinki 31-ini, bütün Azərbaycan uşaqlarının şəhidlərini çox istəyirəm. Onlara qarşı da münasibətim çox yaxşıdır. Mən onları yadıma salanda həmişə belə köyrəlirəm. Çünki onlar yaşamalı uşaqlar idi. Çox yaxşı uşaqlar idi, həddən artıq. Nə bilim, Allah cəmi şəhidlərimizə rəhmət eləsin, onun üçün də Rüfət də. Üzr istəyirəm belə dediyimə görə, çünki onları yadıma düşəndə həmişə belə köyrəlirəm. Rüfət Əhmədzadənin bizə məktəbdə digər uşaqlardan hansı xüsusiyyətlərlə fərqləndiyini deyə bilərsinizmi? Rüfət Əhmədzədə məktəbimizin məzunu olmaqla yanaşı Vətən oğlu və Şəhid övlad adı ilə yaddaşlara düşüb. Rüfətin ümumiyyətlə bir şagirdin həm təlim prosesində, həm məktəbdəki digər həyatında biz şagirdlərlə olur, həm dərs zamanı, həm yolda, həm bir süfrə arxasında otura bilirik. Və Rüfətin hər məkanda fərqli xüsusiyyətləri var idi, seçilirdi. Rüfət dərs zamanı, təlim prosesində sakit, düşüncəli baxışlarla müəllimi izləyər və dinləyərdi. Arada söz alıb, söz demək istəyəndə düşüncəli və mənalı sözlər danışardı. Belə ümumi ortamlarda, tədbirlər zamanı çox canfəşanlıq və fədakarlıq edərdi. Birinci olmaq istəyərdi. Yeniliklərdən qorxmazdı, cəsarətli idi. Vətənpərvərlik tədbirlərində ümumiyyətlə, bayraqdar vəzifəsini yerinə yetirməkdən qürur hissi duyurdu. Hərbi geyimə xüsusi maraq göstərirdi və hərbi geyimi sadəcə geyinmirdi, onu yaşadırdı. Uşaq yaşlarından Rüfət Əhmədzadə ilə vətən arasında sanki elə bir səssiz bir antlaşma var idi.
müəllim kimi şagirddə onu hiss eləmək olur ki, yəni bu şagird gələcəkdə vətən üçün hansısa bir sözünü deyəcək. Belə ümumi Rüfət Əhmədzadəni dəhlizdə görərkən salamlaşma tərzi başqa idi. Salamı başı ilə verərdi. Həm dili ilə salam deyərdi, həm də başı ilə salam verərdi. Rüfət Əhmədzadə səmimi, gözləri ilə danışan, şən, daim müəllim və şagirdlərlə təbəssümlə salamlaşan və söhbət edən şagird idi. Həmişə Rüfət Əhmədzadəni xatırlayanda onun gülər gözlərini xatırlamamaq mümkün deyil. Bir müəllim olaraq Rüfətin hansı söz və davranışı sizə daha çox təsir edirdi? Rüfətlə bağlı bir xatirəni bölüşmək istəyərdim. Mən yuxarı dərsə qalxırdım 3-cü mərtəbəyə. O 3-cü mərtəbədə pəncərənin önündə dayanmışdı. Uzaqlara baxırdı. Geyimi fərqli idi. Təbii ki, 11-ci sinif şagirdin çəkilişi olur, ümumiyyətlə çəkilişləri olur, məktəb daxili çəkilişlər olur. Bu dəfə fərqli geyinmişdi. Saç düzümü adətən alnına tökülərdi. Bu dəfə arxaya səliqə ilə daranmış, əynində çəhrayı rəngdə köynək var idi. Və çəhrayı rəngdə köynəyin qolları qattalanmışdı, qolundakı saat görünürdü. Yanından keçəndə gördüm, salam vermir, dayandım. Məni görüb özünü yığışdırdı və dedi, salam müəllimə. Təbii ki, bu görüntünün qabağında səssiz dayana bilməzdim. Dedim, çox gözəl görsənirsən, geyim tərzin, saç düzümün çox fərqlisən. Və sual dolu baxışlarla, doğrudan müəllimə, deyə soruşdu. Dedim, bəli, həmişə belə bəzən bir əskər kimi, əmr alan kimi, baş üstə müəllimə deyib təbəssümü ilə yola saldı. O şəkili niyə xatırladım? O şəkil məktəbdə bizim xatirə albomumuzda da xüsusi yer tutur. Və o şəkil Şəhidlər Xiyabanında məzardan da bizə baxan şəkildir. 44 günlük müharibə başladı. Haqqı uğrunda savaşımız davam edirdi. Və inansız 2 gündür müharibə başlayıb Rüfətin xəbəri gəlmişdi. Bir müəllimə olaraq şagirdim ön sıralardadsa və o şagirdim orada mütləq özünü fəda eləməyini bilirdim. Onu hiss eləmək olurdu. Yəni bu şagird bunu bacaracaqdı. Və müharibənin 2 günlüyündə belə qəhrəmancasına şəhid olmağı, onun o xəbərini yayılmağı təbii ki, müəllim heyətini, şagird heyətini çox sarsıtmışdı. Dərin kədər hissi vardı içərimizdə. Bir müəllim olaraq həmin günü o qədər səssiz sükutun içindəydim və sadəcə bir kəlmə deyirdim. O balaca əllərini avtomata necə sığdırdın Rüfət? O Rüfət böyümüşdü. Gözlərdə böyümüşdü, dillərdə böyümüşdü, ürəklərdə böyümüşdü. Rüfət həmin günü Vətən oğlu adına qədər böyüdü. Siz adətən yasda balaca uşaqlar görsənmir. Rüfətin o cənazəsinin Sumqayıta gələn anı çox çətin idi. Böyüklər bəlkə də hamısı yığışır, necə qarşılayır, amma uşaqları siz təsvir edirsiniz. Rüfəti görən şagirdlər, onların həmin an statuslarına baxmaq mümkün deyildi. Onun məktəbdəki şəkilləri, musiqilər paylaşılırdı. Və o şagird ordusu bəlkə də Ruhiyyə xanımın xəbəri yox idi. Onlar bu həyətdə idi, inanırsınız. Onlar mənə yazırdı, müəllimə, hələ gətirməyiblər. Müəllimə, görəsən atasının ölməyini anası onu demişdi. Bilirdimi müəllimə? Və yaxud da ki, ən çox bəzi oğlanların mənə sualı olurdu. Müəllimə, bundan sonra onlar nə edəcək? Bir ana və bir bacı qalıblar. O şagirdlərin həmin andakı o təlaşını, köməksizliyini, yəni heç bir şeylə kömək eləməyə bacarmırdılar. Təbii ki, təsvir edin, həmin vaxt pandemiyanın karantinidir. Uşaqlar məktəbə də gələ bilmirlər. Və həmin ili düz 15 oktyabr mənim 11-ci sinifim məktəbə gəlməli idi. Onların əllərində sırada, hərəsində qərənfil var idi. Biz düşünmüşdük ki, içəri keçəcəyik, onun o məktəbdə dəhlizdəki şəklinin üzərinə o gülləri qoyacaq. Amma nazirlikdən qərar gəlmişdi ki, 15 oktyabr 11-ci siniflər məktəbə buraxılmasın. O şagirdlər o sıradan elənçiyinə də biz Şəhidlər Xiyabanına getdik. Şəhidlər Xiyabanına çatanda təbii ki, sosial mediada şəhidlərin şəklinin paylaşılması idi, onların ailəsinin göstərilməsinə qarşı biraz qadağalar var idi. Biz Şəhidlər Xiyabanına daxil olanda polislər bizi qarşıladı. Məni və şagirdləri onlara sual verir, siz nəyə gəlmişsiniz, icazə yoxdur. Dedim, mən müəlliməsiyəm,
və şagirdimin ad günüdür. Mövlududur. 15 oktyabr. Şagirdlərlə səssizcə daxil olduq Şəhidlər Xiyabanına. Təbii məzarın üstü götürülməmişdi. Yaşıl parça var idi və kənarda bir şəkli var idi. Və onun əskərlikdə olan şəkli idi. Saçları çox az vurulmuş formada idi. Biz şagirdlərlə orada durduq. Hər şagird xatirəsini başladı danışmağa. Bizə icra nümayəndəsi yaxınlaşdı ki, şagirdin nəyisiz, dedim müəlliməsiyik. Və dedi ki, ailəsindən kimlə əlaqə saxlaya bilərəm. Təbii ki, biz uşaqlarla bərabər hamımız dedik ki, atası vəfat eləyib, bir ana, bir bacı qalıb, nə lazımdır? Dedi, biz məzarın üstünü götürməliyik. Hansı şəkli vuracaq, anasıyla məsləhətləşməliyik. Orada oğlanlar var idi. Seymur var idi, Elgün vardı. Onlar deyir ki, müəllimə, məktəbdəki şəkli yaxşıdır. Məktəbdəki şəklini götürərik və hərbi geyimdə onu o formada məzar daşına verərik. İcra nümayəndəsi həmin oğlanlara baxdı və dedi ki, anasının da razılığı olmalıdır. Düzdür, biz Ruhiyyə xanımın nömrəsini verdik. Hər il 15 oktyabr biz Şəhidlər Xiyabanına Rüfətin mövlud gününə gedirik, ziyarət edirik. Rüfətin itkisindən sonra Rüfətin anasını tanımağa başladım. Rüfətin anasını ilə danışanda Rüfətin o gülən simasını, danışan gözlərini görmək olur. Ümumiyyətlə, biz müəllimlər 45 dəqiqə ərzində şagirdə milli, mənəvi dəyərləri aşılayaraq vətəni sevdirməyi öyrədirik. Bizim 45 dəqiqəlik vəzifəmiz budur. Amma şəhid analarına baxanda, şəhid anaları qanları ilə, canları ilə hər gün, hər saniyə bu övladlara vətən sevməyi yedizdirirlər. Başa düşürsünüz? Yəni, o Rüfətin şəhidliyə gedən yolu məhz Ruhiyyə xanımın təmizliyi, saflığı, o əqidəsindən gələn, verdiyi tərbiyədən irəli gəlir. Məhz Ruhiyyə xanımın verdiyi tərbiyədən boyatıb böyüyən oğul məhz belə də bir nəticə verməlidir. Sonumuz hamıda ölümdür. Amma şərəfli ölüm hər kəsin qisməti deyil. Ruhiyyə xanım həm ziyalı xanımdır, pedaqoqdur, ziyalı və Zabitəli xanımdır. O xanıma baxanda əzəmətin görməklə yanaşı ağır itkisini görmək olur. Amma bununla bərabər vətən üçün sonsuz qürurunu da görmək olur. Burada olan və həyatda olmayan müəllimlərimiz də var. Ürəyi burada olmaq istəyib, amma gələ bilməyən müəllimlərimiz də var. Onların hamısının adından Rüfətə deyirəm ki, Rüfət, sənə tapşırığın öhdəsindən layiqincə gəlmisən. Ruhun şad olsun. Səni unutmayacağıq və unutturmayacağıq. Zəhmət olmasa bizə Rüfətlə bağlı xatirələrinizi danışın. Rüfət uşaq olsa da böyüklər kimi düşünürdü. Onda bir böyülük düşüncəsi var idi. Mən o vaxtı uşaq idim, bunu anlamamışdım. Eyni düşüncə düzdür, yetkinlik dövründə də var idi. Mənim fikrimcə elə o düşüncə onu şəhidlik zirvəsinə apardı. O 2-ci Qarabağ müharibəsində sentyabrın 29-u qəhrəmancasına şəhid olaraq o zirvəyə ucaldı. Onun haqqında bu günləri danışmaq mənim üçün çox böyük bir şərəf, həmin zamanda böyük bir ağrılı acıdır. Amma o vətən uğrunda, torpaq uğrunda, bizlərin gələcəyi uğrunda, bizlərin sabahı uğrunda öz canından keçdi. Onunla bərabər minlərlə şəhidimiz də qanından keçdi, canından keçdi. Allah hamısına rəhmət eləsin, ruhun şad olsun, qardaşım. Təranə xanım, mümkünsə Rüfətin qonşularla münasibəti və xarakteri haqqında bizə biraz məlumat verərdiniz. Rüfət bizim üçün qonşu olmayıb. Rüfət bizə, qonşulara öz balamız qədər əziz olub. O qədər ağıllı, tərbiyəli, qanacaqlı, mərifətli oğlan idi ki, biz onu elə hamımız öz balamız bilmişik. Rüfətin itkisi bizə çox ağır təsir elədi. Mən elə bildim, şəxsən öz adıma deyirəm, mən öz oğlumu itirmiş kimi hiss elədim özümü. Rüfət elə hörmətcil, elə ləyaqətli, qabiliyyətli uşaq idi. Bir qadın, bir qız, xanım görəndə ki, əlində setkana mağazindən gəlir, ya hardansa əlində yükü var,
gedirdi, qaçırdı qabağına. Verin xala kömək eləyim. Məcburən alırdı, sumkanı qaldırırdı yuxarı. 5-ci mərtəbə olmasına baxmazdı. Qapı qonşum vardı 5-ci mərtəbədə, körpə uşaqlı idi. Hər dəfə onun uşağının kolyeskaya qarşı çıxarırdı, 5-ci mərtəbəyi qoyurdu, sonra düşürdü. Rüfət bütün qonşular arasında elə bir hörmət qazanmışdı ki özünə. Mən hələ də Rüfətin yoxluğuna inana bilmirəm. Rüfət bizə çox əziz olub. Mənim gözüm hələ də Rüfəti gəzir həyətə çıxanda. Həqiqət xanım, Rüfət hansı çətin anlarda qonşulara yardım edib? Rüfət o qədər yaxşı uşaq olub ki, inanırsınız, həyətdə bir, məsələn, tutan mən gəlirəm də, yolda görürdüm, mən qaçırdı yanıma, məsələn, setkalar, sumkalar olanda. Nə qədər deyirdim ki, ay bala, sən gücün çatmaz, qoy mən özüm aparım da. Əlimdən alırdı ki, yox, siz aparmayın, mən aparacağım. Həmişə hamının, yəni tək mənim yox da, indi mən qonşusuyam deyənə yox. O birisi blokdan da məsələn kimsə gəlirdi, qaçırdı, kömək eləyirdi. Uşaqlar həyətdə oynayırdı, məsələn, görürsən ki, bir-biri ilə dalaşırdılar, eləyirdilər. Rüfət gələndə, uşaqlar hamısı qaçırdılar Rüfətin yanına. O qədər uşaqları özünə istədirdi ki, o qədər çox mehriban uşaq idi. Çox, həm mehriban, İnanırsınız ki, o bütün sinif yoldaşları zaten hamısı gəlirdi bizim bloka. Bu uşaqlar bizim qonşular deyil axı. Rüfətin dostlarıdır, Hamısı yığışırdılar bura. Həyətimizdə həmişə maraqlı olurdu. Çünki o bura gələndə qızlar da gəlirdi, oğlanlar da gəlirdi. Hamısı onun yanına. Biz də sevinirdik ki, uşaqlar bir-biri ilə mehribandılar, yaxşıdılar. Rüfət gərək elə şey olmayaydı. O qədər bizə çox pis təsir elədi onun eləncə olmağı. Görün nə gözəl fotodur. I am coming home. Tell the world that coming home. Hə, bax, həmin cümlə buradadır. Necə istirdim, elə də çıxdı. Gedəndə. Xarici pasport. Bəli, xarici pasportudur. Bu analara təşəkkür idi. 31 saylı orta məktəb Şuşa ilinin məzunları silsiləsində. Dəvətçidəyik, otluğa qoydum, oturdu. Mən sönüb gəlib onu çəkənə kimi açdı otluqda. Elə də çəkmişəm ki, aşan yerdə qızımdır və oğlumdur. Çox şirin şəkildə sevirəm bu şəkli. Mənim ilk müəllimim Fayda xanım, Allah rəhmət eləsin, müəlliməsidir, ilk ibtidai sinif müəlliməsidir. Çox gözəl insan idi, ümumiyyətlə. Bax, o müəlliməyə yoldan güllər yığardı, aparırdı. İstəyirəm yoldaşımla da sizi tanış edeyim. Bu iki məsələ yoldaşım. Bu Rüfətin atasıdır. Qızım da, oğlum da. Burada da hamımız bir yerdəyik, bəli. Bu yoldaş Rüfətin kirvəsidir. Bunun da bacısı cavan dünyadan getdi də. Eyni taleyi yaşadı sanki. Mən olan başlarını qatmaq istəyirdim ki, mən necə elə bilərəm onlara dəstək olum. Dedim, mən səni kirvə eləmək istəyirəm oğluma. Bu Rüfətdir, bəli. Ümumiyyətlə, mən toylarda, çox sevirdim. Adi qonaq qismindədir getsə, uşaqlar həmişə adi geyindirməyə nəsə üstünlük verirdim, elə mələk oldu balam. Deməli, bu plaket Türkiyənin Kastamonu şəhərindən göndərilibdir. Kastamonu Universiteti rəhbərliyi tərəfindən göndərilibdir. Oradan bir
jurnalist yoldaş təşrif buyurmuşdu bizim Sumqayıt şəhərinə. Mən Şəhidlər Xiyabanını göstərdim ona və biz tanış olduq. Orada məlumat verdim ki, mənim oğlum Türkiyədə oxuyubdu, Kastamonu Universitetində. Və canlı görüntü biz yaratdıq o yoldaşın vasitəsilə. Onlar düşünüblər ki, görəsən tələbə niyə gəlməyibdi də, yəni sonra biliblər ki, tələbə şəhid olubdu və başsağlığı verdilər mənə. Sonra da bu paketi göndərdilər. Sağ olsunlar onlar və sizlər. Bugünkü Şəhidin Səsi proqramı Vətən uğrunda canından keçmiş igidimiz Əhmədzadə Rüfət Əbülfət oğlunun həyat və qəhrəmanlıq yolunu işıqlandırdı. Rüfətin fədakarlığı və igidliyi hər birimizin qürur mənbəyidir. Biz onun ruhu qarşısında baş əyirik. Unutmayaq, hər şəhid Vətən uğrunda yazılmış bir qəhrəmanlıq sərnaməsidir. Növbəti buraxılışımızda başqa bir qəhrəmanın həyat yolunu işıqlandırmaq ümidi ilə. Sağ olun, salamat qalın.